Herkese salamdırsa kanalıma videoya hoş geldiniz. Bugün yeni bir videoyla karşınızdayım. Video keçərkən və kanalda istəmək abone ola bilərsiniz. Videomu bəyəndisə like edə bilərsiniz. Həmçinin Telegram kanalımıza hər birisi gözləyirəm. Linki şərhlərdə olacaq. Burada səhmlər və kriptovalyutalar haqqında məlumatlar paylaşır. Alış-satış siqnalları paylaşıram. Şəxsi analizlərimi sizlərlə bölüşürəm. Həmçinin müzakirə qrupunda müzakirə edirik bunları. Linki şərhlərdə olacaq. Hər birisi gözləyirəm. Bugünkü videoda dostlar Telegram kanalında da söz verdiyim üzərində şirkət sahiblərini seçərkən önəm verdiyim 5 faktor, 5 ən önəmli faktor haqqında danışacağam. Birinci faktorumuz borcluluq səviyyəsi. Şirkətin borcluluq səviyyəsi onun maliyyə vəziyyətinin təməl daşlarındandır dostlar. Borcluluq səviyyəsi həddindən artıq yüksək olsa şirkət həddindən artıq riskə girir. Buna hardan baxırıq borcluluq səviyyəsinə? Əgər kompüter, notebook, macbooklardan istifadə edirsinizsə TradingView-ya daxil olub bir səhvə girib, məsələn mən Gorilla Technology Group üzərindən sizlərə bu göstərəcəm. Siz də tutaq ki, bu səhvə girirsiniz, axtarış edib daxil olursunuz və burada finansal, yəni maliyyə bölməsinə keçid edirsiniz. Telefonda isə səhvin altında olan ilk bölmə var, deməli təməl istatistiklər bölümü var. Burada daha fazla finansal, yəni daha çox maliyyə məlumatı olan deməli bölüm var, ona vurursunuz və salam daxil olursunuz. İndi isə mən bu kompüterdən göstərəcəm, daha ətraflı və daha aydın olsun deyə. Deməli dostlar, burada 3 aylıq və illik var. Bu nədir? Borc səviyyəsi və ümumi maliyyə vəziyyətidir. Burada Q3 üçüncü rüb deməkdir. Yəni üçüncü rüb bir neçə həftə əvvəl tamam oldu və maliyyə hesabatı açıqladı Gorilla Technology-da. Gördüyünüz kimi nakit və benzerləri nə deməkdir? Yəni nağd pulları və ona uyğun olan üçüncü rübə qədər olan vəsaitləri, üçüncü rübdə daha doğrusu hesablanan vəsaitləri, borcu isə 15,94 milyon dollardır. Yəni üçüncü rübdə bu qədər borcları var, üçüncü rübə qədər. Gördüyünüz kimi birinci rübdə üçüncü rübə qədər 4 milyon borcları azaldıblar dostlar. İllik isə borc səviyyələri daha fərqlidir. Bu il üzərində olan borc səviyyələridir və il üzərində olan nağd pulları, deməli şirkətə daxil olan pullar və s. dostlar. Burada isə nədir? Finansal pozisyon analizi. Bu nə deməkdir dostlar? Bu 3 aylıq və illik olaraq bizlərə verilir. Burada varlıqlar və hükümlülüklər deyə bir bölüm var. Bu hükümlülüklər şirkətin ümumi olaraq borclu olduğu səviyyədir. Bu həm istiqraz olsun, həm banka kredit borcları olsun və s. Ümumi olaraq borclardan söhbət gedir. Gördüyünüz kimi bu şirkətimizin deməli qısa vadədə, yəni qısa müddət ərzində varlıqları borc hükümlülüklərindən, yəni borc səviyyəsindən daha yüksəkdir. Uzun vadədə yenə də yüksəkdir. İllikdə baxırıq, illikdə qısa vadədə 75 milyon borcları varsa 126 milyon varlıqları var. Qısa vadə deyəndə, yəni dostlar bunu qısa vadə üzərində borc götürüblər və yaxud qısa vadə üzərində bu qədər varlıqları var, yəni pulları var. Bu nəzərdə tutulur. Uzun vadə isə bildiyimiz kimi uzun müddətdir. Belə dostlar, məsələn görürsünüz bu borc səviyyəsidir. Bu bölmə ümumi olaraq borc səviyyəsi gedir. İkinci hissə cash balans, yəni şirkətin ümumi balansından söhbət gedir. Məsələn burada gördüyünüz kimi 3-cü rübdə şirkətin ümumi balansı 110 milyon dollardır. Bu niyə önəm verilməliyik bu cash balansa, yəni nağd vəsaitə? Çünki dostlar şirkətlər öz nağd vəsaitlərinin hesabına öz davamlılıqlarını təmin edirlər. Məsələn sizə FEM üzərindən bir nümunə göstərim. Mən bu cash balansa deməli önəm verərkən bunları hesablamaq məqsədinə önəm verirəm dostlar. Cash balansı hesablayıram ki, bu balans deməli məsələn FEM-də 3-cü rübdə 4,157 milyon dollar nağd vəsaitləri var, yəni cash balansları var. Bu vəsait hesablamalarıma görə gələn ilin 3-cü rübünə qədər bəs eləyəcək dostlar. Şirkətlər gələn il əsasən 1 il içində nə qədər xərcləyəcəklərini qabaqcadan hesablayırlar və əvvəlki rüblərlə müqayisə edərək bunları hesablayırlar dostlar. Siz də bu hesablamalara uyğun olaraq şirkətin deməli nağd vəsaitlərinin nə qədər bəs eləyəcəklərini təxmini olaraq da hesablaya bilərsiniz. Yəni mən bunları hesablayıram və nəticədə nə qədər müddət bəs eləyəcəyi pul bu vacibdir. Əsasən deməli tipə aid olan şirkətlərdə daha çox vacibdir. Çünki həmin şirkətlər çox gəlir qazanmırlar. Ona görə də pullarını normal xərcləmələrinə önəm vermək lazımdır. Yəni normal xərcləməzlərsə nağd vəsaitləri bitib şirkət iflas edə bilər. Sektor, üçüncü faktorumuz sektor. Sektor nədir dostlar? Hal-hazırda bildiyimiz kimi deməli çip istehsalı, texnologiya səhmləri çox yüksək maraq dairəsindədirlər. Həmçinin biotexnologiya, biomühəndislik, enerji sahəsi. Dostlar, sizlərə deyim, enerji sahəsinə çox önəm verin həqiqətən. Çünki artıq dünyanın demək olar dörd bir yanında deməli veri mərkəzləri var, süni intellekt data mərkəzləri var.
deməli kripto mining olsun, çip istehsalı olsun. Yəni dostlar, enerji gələcəyin açarıdır dostlar. Enerji gələcəkdə indikindən qat-qat, 100 qat, 1000 qat daha vacib olacaq. Yəni enerji qiymətləri ona görə də daha da qalxır hər il. Çünki daha çox enerji sərf edib dünya hər il, daha çox yeni texnologiyalar kəşf etdikcə enerjiyə daha çox ehtiyacı olur. Ona görə də enerjiyə önəm verin dostlar. Söhbət qazdan, neftdən getmir, söhbət elektrik enerjisindən gedir. Belə dostlar, üçüncü deməli faktorumuz idi enerji sektor ümumi olaraq. Yəni enerji, texnologiya, biomühəndislik, biotexnologiya hal-hazırda bunlar trenddədir və biz bunlara uyğun səhmləri yatırım edirik. Buna harda baxa bilərik? Burada gəlirik piyasalara. Burada deməli burada hissələrə gəlirik və sektorlar və institutlərə vururuq. Burada türk ala bilmirik zaten. ABŞ-a fokuslanırıq, Nasdaq, New York, Amerika birjalarına fokuslanırıq və burada bunu vuraraq, ümumi olaraq deməli bu sektorlar üzərlərindən vuraraq daxil olaraq şirkətləri görə bilirik dostlar. Və gördüyünüz kimi nə qədər hissə falan var, hər biri görsənir. Belə sektoru da qurtardıq. Dördüncü qazanc hesabatları dostlar, maliyyə hesabatları. Bu bors səviyyələrindən biraz fərqlidir. Məsələn, sizlərə Ayvada bunu göstərim, tutaq ki. Ayvaya daxil oluruq, burada aşağıya enirik, burada qazanc var. Bu nədir? Qazanc hesabatıdır. Məsələn, 3-cü rübdə səhm başına mənfi 0,46 sent gözlənilib və bu nəticədə verilib. Həmçinin təkcə bu deyil dostlar. Gəlin ümumi maliyyə vəziyyətinə də gedir. Bu səhm başına olan, yəni xalis mənfəətdir bu. Amma gəliri var ayrıca. Gördüyünüz kimi bu 3-cü rübdə 3 milyon %58 milyon dollar gəlir əldə edilib və 4-cü rübdədə 4 milyondan çox gəlir gözlənilir. Bu deməli gəlir miqdarıdır. Bu isə xalis qazanc miqdarı dostlar. Xalis qazanc xərclər çıxıldıqdan sonra ortalığa düşən səhm başına olan xalis qazanc. Bu isə gəlirdir. Yəni ümumi olaraq nə qədər gəlir qazanıb, xərclər fərqi yoxdur. Xərci nə qədərdir, gəlir ancaq gəlir hesablanır burada. 5-ci isə dostlar proqnoz təxminləridir. Proqnoz təxminlərini təxminlər bölümündən əldə edə bilərsiniz. Burada gəlirim məsələn, burada analiz dərəcələndirməsi, yəni proqnozçuların dərəcələndirməsi var. Gördüyünüz kimi burada proqnozçular öz proqnozlarını veriblər. Bu niyə önəmlidir dostlar? Çünki bu proqnozları verənlər elə belə deməli yatırımcılar, investorlar deyillər. Milyonlarla dollarlar pul yatırırlar və fondlar idarə edirlər. Ona görə də bu hissədə təxminlərini yürüdə bilirlər. Ona görə də bu hissəyə önəm verməyə lazımdır dostlar. Çalışın həmişə proqnozu yüksək olan səhmləri alış edəsiniz dostlar. Düzdür, ancaq yüksək olan səhmləri alış edəsiniz deyə bir şey yoxdur. Elə səhmlər var ki, hələ də proqnozları yoxdur, amma şirkət bir neçə günə elə olur ki, qiyməti çox yüksəlir, yəni elə səhmlər olur. Bugün bu qədər dostlar. Videomu bəyəndisə like edə bilərsiniz, kanala abunə ola bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşənəcək.